Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün fərqli bir video ilə qarşınızdayım. Bugün mən aspiratorun filtrlərin, yəni setkalarını təmizləyirəm. Və bunu sizinlə də paylaşmaq istədim. Mətbəxdə bişirilən yeməklərdən, qızartmalardan bu cür yağlar yığılır setkanın içərisinə. Gördüyünüz kimi çox kirlidirlər. İndi bunları çox asan üsulla, təbii vasitələrlə necə tərtəmiz edirəmsə onu sizinlə bölüşürəm. Bunun üçün bizə lazımdır soba listi. Məndə istifadə olunmayan soba listidir. Onun içərisinə yerləşdirirəm hər ikisini. Və ardından hər iki setkanın üzərinə çay sodası əlavə edirəm. Yaxşıca hər tərəfinə sodanı səpirəm. Məndə 3 yemək qaşığı təpələmə soda istifadə olundu. Və ardından alma sirkəsi əlavə edirəm. Alma sirkəsinə təxminən 1 stəkan əlavə etdim. Mən burada gözə yarı əlavə edirəm. Siz 1 stəkan da əlavə edə bilərsiniz. Və ardından da qaynar su əlavə edirəm. Yaxşıca üzərinə çıxana qədər qaynar su əlavə edib, qoyuram qazın üzərinə. Təxminən 3 dəqiqə qaynadıb götürürəm. Çox qaynatmağa ehtiyac yoxdur. Gördüyünüz kimi artıq qaynayır. 1 dəqiqə qaynadıqdan sonra çevirirəm digər üzünə. Alt üst çevirirəm ki, hər iki yüzü yaxşıca qaynar suyun içərisində islansın. 3 dəqiqə keçdikdən sonra qazı söndürürəm. Bu vəziyyətdə soyuyana qədər gözlədirəm. Artıq gördüyünüz kimi soyuyub. Suyun içərisindən çıxardıram. Və axar suyun altında fırça ilə tərtəmiz yuyuram. Fırça ilə də biraz yuduqdan sonra daha da gözəl təmiz olması üçün süngər üzərinə qab yuyan şampundan əlavə edib biraz da şampunla fırçalayıram. Bu üsulla çox gözəl tərtəmiz olur. Heç bir yağ çözücüyə, kimyəvi vasitələrə ehtiyac qalmır. İkincisini də eyni qayda ilə yuyuram. Bu arada dəyərli izləyicilərim, hələ də kanalıma abunə deyilsinizsə, abunə olub, videomu bəyənməyi unutmayın. Və bildirişləri də aktiv edin ki, video paylaşılan zaman ən tez sizin xəbəriniz olsun. Gördüyünüz kimi setkalar çox gözəl, tərtəmiz oldular. İndi isə çıxan sarı suyu da sizə göstərirəm. Dəyərli izləyicilər, gördüyünüz kimi çox asan, bahalı vasitələrə ehtiyac olmadan asan üsulla tərtəmiz etmək olur. Siz də bu üsulla təmizləyin. Əminəm ki, siz də çox bəyənəcəksiniz. Videom əgər xoşunuza gəldisə, kanalıma abunə olub, videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.